Herkes salamsır. Mən Mehmet dostlar. Bugün görmüş olduğunuz gibi sizlerle birlikte Granny bir oyunu dostlar. Dostlar videoya geçmeden önce dostlar zəhmət olmasa kanalıma abone ol, like atın, comment bırakın ve videolarımı izleyin dostlar. Neyse başlayaq. Böyle sade olmasın dostlar. Mesela ekstrem olsun, böyle ekstrem. Nightmare da açıq olsun, dark avtomatik açıq olsun, ekstralıq filan. Neyse başlayaq. Loading yükləniş. Hadi bakalım. Evet sonra başladık şimdi. Daha sonra alırız. Granny hala. Dostlar pensiyasını almak için olacak kadar. Yok dostlar pardon. Pensiyasını anlamayız dostlar. Gozur demişsiniz. Gozur pensiya vardı. Bu pensiyasını almadığım için əsəbidir bu dəqiqə. Hala. Ayda. Duygularla darmadan anlayamazsam. Gün 2. Davay. Ben. Salam. Hala bak, əgər dərdim varsa gəl ikimiz danışa bilər bax. Ben psikolog değilim ama dinlerim yani derdime çözüm ola bilərim, dərdimə dərman ola bilərim. Bak derdim varsa deyə bilərsən, oturup danışa bilərik. Qadın bir əsrdən uzun müddətdir həyatdadır. Yəni yaşlı qadınla nə danışa bilərəm, qoca qarınla. Nəysə gedirəm. Deməli bir yaşayış olarak biraz bir özvətəki düzen ver, ne bileyim bir şey kan başı bir şey yakıştı koydu. Hiç yakıştıramıyordum sana. Hiç yakıştırmıyorum sana Granny teyze. Neyse. Deməli. Burada not var dostlar. Burada şuna dostlar. Mükemmel İngilizler mesela tercüme edebilirim. Deməli. Bu evden tez gaz o şeyden her yerde və şeydir, sənin arxan zikər və bədənim bir tek yaralıdır, hər şeyim yaralıdır deyirəm onu. Yalnız bunu xatırlayın ki, mən maşının pozuldu. Mən maşın ən son bunu xatırladım. Mən maşın işlədirdim və maşının bir an pozuldu. Sadəcə problemin nə olduğuna baxmaq istəyərkən maşından düşəndə mənim maşınımda bir qəflətən bir mənim başıma vurdu və məni bayıltdı. Bu problem nə olduğunu sadəcə baxmaq istəyirdim. Nə bilim nə, bir başıma vurdu belə şeyləri. Mən onun qapıda bir neçə kilit atma bacardım, amma sadəcə bu qədər. Bunları niyə eləyir? Əgər burada bunu demək istəyirəm. Bu Granny meyvələrin içində bəzən bir şeyler saxlayır. Mükemmel. Granny xala, bax mən sənə bayaq dedim. Problem varsa ki, oturub danışaq. Belə şeyləri insan qaçırtma nəyə təcrübə bir dəqiqə. Gün 3. Oyandım. Bir dakika dostlar.